Başqa bir hədisdə diqqət edin nə deyir Peyğəmbər sallallahu əleyhi və səlləm. Buyurur ki, hədisdə deyir ki, siz özünüzdən əvvəlkilərin yolunu qarış-qarış, ölçü-ölçü deyir, tutub gedəcəksiniz. Fikir verin hədisə. Hətta onlar kərtənkələ yuvasına girsələr belə, siz də eləcə girəcəksiniz. Bu nəyi göstərir? Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm açıq-aydın bilir ki, yəni hər hansı bir zamanda olmasından asılı olmayaraq, bəzi kimsələr, necə ki Allahın dinindən uzaq düşən kimsələr ki var, ümmətindən bəzi kimsələr ona düçar olacaq. Sahabələr hədisin ardında deyir ki, ya Rasulallah, yəni bunlar deyir Yahudilər və Xristianlardırmı? Bunları mı qəsd edirsən? Deyir ki, bəs kim? İndi yeri gəlmişkən, indi yadıma o düşdü, həqiqətən çox acınacaqlı haldır və bizim cəmiyyətdə də. Bir insan özünə müsəlman deyir, amma baxırsan ki, Xristianların yolunu, adətini təqib edir. Və bu acınacaqlı bir haldır. Cəmiyyətdə bu şeyi görürük və insan təəssüflənir. Yəni insan əgər özünə müsəlman deyir, özünün müsəlman olmasını etiraf edir, gözəl, lap əla. Amma necə sən Xristianın adətini, Xristianın bayramını, Xristiyana xas olan adət-ənənəni icra edirsən? Yəni müsəlman deməklə bu uyğun gəlmir axı. İnsan Allahdan qorxmalıdır. Əgər sən özünə müsəlman olmanı iddia edirsənsə, o zaman Xristianın yoluna tabi olmamalısan. Açıq-aydın hər kəs bilir ki, Milad bayramı Xristianların bayramıdır. Necə bir insan özünə müsəlman dediyi halda Xristianların bayramını qeyd edir, təntənəli şəkildə təbrik edir. Ona görə insan Allahdan qorxmalıdır.